Bıyıdı sınaqdan uğurla keçdi sözlərini məncə demək olar. Məncə bugünkü qəzada başqa maşınlardan bir çoxu iştirak etsəydi ağır nəticələri olardı. Amma o boyda maniyəni dağıdıb körpünün bir tərəfindən o biri tərəfinə uçub divara dəymək və içindəki adamları sağ saxlamaq heç də yəni balaca və zarafat iş deyil. Hər iki şəxs, yəni sürücü və sərnişin sağ çıxıblar maşından. Bu çox sevindirici bir haldır. Sürücünün ayağı əzilib, sərnişin isə ambulator müayinə üçün evə buraxılıb. Yəni belə bir məlumat verdilər. Çox şükürlər olsun ki, hər iki şəxs ailələrinə faciə yaşatmadılar. Çox şükür buna. İndi isə keçək maşına. Bəs BYD 30-la divara girəndə yoxa çıxırdı. Bəs Langeron 2 nəfərlik bilet alıb Tayvana gedirdi. Yəni qəzadan sonra. Bəs dəmiri qutab kimi nazik idi. Nə oldu? Məncə BYD Destroyer ən yaxşı qəza testini bugün reallaşdırdı. Və üzü ağ çıxdı bu məsələdən. Yəni Çin maşınları filan deyir sizə. Heç bir reklam xarakterli bir şey yoxdur burada. Hər şey göz qabağında idi. Nə deyirsiniz?